Assalamu aleykum əziz izləyicilər. Bu günləri biz sizinlə 2023-2024-cü illərdə təşkil olunmuş Respublika Fənn müsabiqəsi 6-cı sinif yarımfinal suallarının izahı ilə tanış olacaq. Gəlin birinci sualımızın izahı ilə başlayaq. Bu tipli suallarda mütləq şəkildə ədədlərimizi alt-alta yazmalıyıq. Bir neçə saniyə ərzində həll olunan sualdır. Alt-alta yazıram. Olacaq A tam BS, B tam SA, C tam AB. Toplayaq. Burada gördüyünüz kimi ABC cəmi var. ABC cəmi 12-yə bərabərdir. 2 yazıram, 1 yadda. Yenə də bir dənə də ABC cəmi var. 12 eləyir, 1 də yadda 13. Yenə 1 yadda. ABC cəmimiz 12-dir, 1 də yadda 13. Gördüyünüz kimi biz konkret cavabımızı aldıq. Bizə vergüldən sonraki hissəni istəyir. Vergüldən sonraki hissəmiz 32-dir. Yəni doğru cavabımız olacaq C variantı. Keçirim ikinci sualımıza. İkinci sualımız, bu da olduqca rahat bir sualdır. Uşaqların əksəriyyəti bunu ədəd qoymaqla eləyir. Ədəd qoyaraq çox da gözəl eləyə bilərsiniz, heç bir sıxıntı yoxdur. Amma gəl nəsil həll qaydasına baxaq. Nə edirəm? Buradan x çıx y-i tapıram. Burada x çıx y bərabərdir mənfi 5-ə. Necə tapdım? Y-i x-in yanına gətirdim, 5-i də y-in yerinə apardım. Alında x çıx y bərabərdir mənfi 5. Yəni gətirsən burada x çıx y-in yerinə mənfi 5 qoya bilərəm. Diqqət eləsəz, burada x çıx y-in 3 misli var. Çünki mən burada x çıx y-i 3-ə vursam, alınacaq 3x çıxılsın 3y. O da bərabərdir mənfi 15-ə. Onda bu o deməkdir ki, mən bunun da əvəzinə mənfi 15 yaza bilərəm. Biz də bilirik ki, mənfi 5-in mütləq qiyməti, yəni modulu bizə verəcək 5. Çıx, mənfi 15-in də mütləq qiyməti, yəni modulu bizə verəcək 15. 5-dən də 15 çıxıram, doğru cavab bilir mənfi 10. Yəni doğru cavabımız olacaq A variantı. Keçək üçüncü sualımıza. Üçüncü sualımızda bizə deyir ki, satıcı bir yeşik almanın 28%-nin çürük olduğunu gördü. Bu yeşikdəki sağlam alma sayı ən az neçədir? Bir ədəd var, həmin ədədin 28%-i, belə deyək də, ümumi alma sayıdır da bu. Ümumi alma sayının 28%-i çürükdür. Demək ki, 72%-i sağlamdır. Hardan bildim 72%-i sağlamdır? 100-dən 28 çıxdım. Alındı 72% sağlam alma. 72% sağlam alma. Diqqət eləyin ki, bizdən sağlam alma sayını istəyir. Ümumi alma sayını istəmir. Mən ümumi alma sayını özümdən götürürəm bir x. Yəni alma sayı, ümumi alma sayı bir x olsun. Gəlin x-in 72%-ni tapaq. Bunun üçün x-i vururam 72-yə, bölürəm 100-ə. Ən az dediyi üçün mütləq şəkildə ixtisar edirəm. Alınacaq bizdə x vurulsun 18, bölünsün 25. Üzülürsəm, bir dənə tez kompüter zərtiqəyə qoyum, davam eləyəcəyində. Bəli, davam eləyək. Demək, aldıq ki, x vur 18, bölünsün 25. İndi, çox şagird çaşıb cavabı 25 seçə bilir. Amma seçdiyiniz 25, niyə görə 25 seçirsiniz? Almaların sayı tam ədəd olsun deyə. O, ümumi alma sayıdır 25. Yəni, siz tapırsınız da 25 seçirsiniz. Tapdığınız 25 x-dır. Yəni, sən elə bir ədəd götürürsən ki, x-i 25-ə bölünən ədəd olsun. O, sənin ümumi almalarındır. Səndən sağlamını istəyir. Yəni, 25-də 18 hissəsini istəyir. O səndə olacaq 18. Yəni sürətdəki ədədi götürürsən. Yəni bir sözlə belə deyək. 25 bizim bütün alma sayımızdır. 18 isə sağlamlarının sayıdır. Bu isə diqqət edin. Yəni asan bir sualdır. Niyə yandıraq ki? Biraz diqqətli olaq. Keçirəm 4-cü sualımıza. 4-cü sualımızda bizə deyir ki, B çıxılsından çıxılsın 2 isə 4-dür, A çıxılsın B üstə gəl 6 isə 12-dir. B ədədi A ədədindən neçə vahid böyükdür? Burada diqqət eləməli olduğunuz hissə odur ki, baxın burada. B müsbətdir, B mənfidir. A mənfidir, A müsbətdir. Onda mən bunları alt-alta toplasam, A'lar və B'lər gedəcək. Ancaq C qalacaq. C-ni də tapandan sonra artıq 2 dənə dəyişən, 2 dənə tənlik var. Mən A-la B-ni rahatlıqla tapa biləcəm. Gəlin birinci bunları alt-alta toplayaq. Alt-alta toplasam, B ilə B getdi, A ilə A getdi, qaldı mənfi 2C, üstə gəl 6C bərabərdir. 4 üstə gəl 12, yəni 16. 4C bərabərdir 16, C də bərabərdir 4. Gətirib C-nin yerinə 4 qoysam, alınacaq ki, B çıx A çıx 8 bərabərdir 4-ə. Yəni, B çıx A bərabərdir 12-yə.
Heç burada ayrı-ayrı A-la B-ni bilməyə ehtiyac yoxdur. Bizdən soruşur ki, B A-dan neçə vaid böyükdür? B-nin A-dan neçə vaid böyük olduğunu necə tapırlar? B-dən A-nı çıxaraq. Mən də elə birbaşa B çıxanı tapdım da. Cavab 12 eləyir. Demək, doğru cavabımız olacaq D variantı. 5-ci suala baxaq. Bizə deyir ki, bir ədədi bu kəsrlərin hər birinə böldükdə nəticə ədəd və tam ədəd olur. Onda ən kiçik A ədədinin rəqəmləri cəmi neçə olar? Bəzən şagirdlər çaşırlar, 5-ə, 7-yə və 11-ə bölünən ədəd axtarırlar. Xeyr. Biz bir ədədi 5-də 9-a böləndə nə edirik? Tərsinə vururuq. Yəni 9-da 5-ə vururuq. Bir ədədi 9-a 5-ə vuranda nə etmək lazımdır? Həmin ədəd 9-a bölünən ədəd olmalıdır. Çünki biz A-nı vuracaq 9-da 5-ə. Çünki biz A-nı vuracaq 12-də 7-yə. Biz A-nı vuracaq 15-də 11-ə. Demək ki, A 15-ə, 12-yə və 9-a bölünən ədəd olmalıdır. Həm 12-yə, həm 15-ə, həm də 9-a bölünən ədəd nə deməkdir? Həmin ədədlərin əkobunu tapmaq deməkdir. Gəlin əkobu tapaq. Mən öz metodumdan tapacağam. 9, 12, 15. Hər birisini 3-ə bölürəm. Alınacaq 3, 4, 5. 3, 4, 5 qarşılıqlı sadə ədəd olduğu üçün, heç bir ortaq böləni olmadığı üçün elə birbaşa 3-ə vuraq. Vuranda cavab eləyəcək bizə 180. Yəni 20-ni 9-a vurdum, 180. Bizdən də onun rəqəmləri cəmini istəyir. Doğru cavabımız olacaq 9, A variantı. Keçirəm növbəti sualımıza. Bizə deyir ki, şəkildəki kvadratlarda yazılan ədədlərin sadə bölənləri həmin kvadratın xətlərlə birbaşa bitişik olduğu dairələrdə yazılıb. Məsələn, 440-ın sadə bölənləri A, B, Y-dir. Hər hərf müxtəlif ədədi təmsil edir. Onda B, Y, S ədədinin ifadəsinin qiymətini tap. Bunu biz necə eləyəcəyik? Biz baxırıq ki, hər bir ədədin ümumiyyətcə mütləq şəkildə sadə bölənlərini tapmalıyıq. Hər bir ədədin ayrı-ayrılıqda. Bəzi ədədlərin ortaq sadə böləni var. Məsələn, B 264-dən 440-ın sadə bölənidir. Y hər birisinin ortaq sadə bölənidir. D ancaq bu ikisinin sadə bölənidir. Demək ki, mən hər birisinin sadə bölənlərini tapacağam. Həmin sadə bölənləri tapdıqdan sonra isə bunun üzərində yerləşdirəcəm. Gəlin həmin sadə bölənləri tapaq. 440-ı vurğularına ayırıram. Sonu 2 ilə 0 ilə bitdiyi üçün 2 və 5-ə bölürəm. 44. 44 da aydındır ki, 2, 2, 11-dən ibarətdir. Yəni, sadə bölənlərimiz olacaq 2, 5 və 11. Bu 440 idi. 440-ı tapdıq. İndi tapaq 280. 280 də yenə 2 ilə 5-ə bölünəcək 28. 28-də 4 vur 7-dir. Yəni, 2 dənə 2, 1 dənə 7. Alındı bizdə 2, 5, 7. Bu 280. Daha sonra 264. 264-ü 2-yə bölürəm, alınır 132. 2-yə bölürəm 66, 2-yə bölürəm 33, 3-ə bölürəm 11, 11. Demək ki, burada oldu 2, 3, 11. 264 də tapıldı. Və ən sonuncu 168. 2-yə böləcəm, alınacaq 84, 2-yə böləcəm 42, 2-yə böləcəm 21, 21 də 3 vur 7-dən ibarətdir. Alındı 2, 3, 7. Hər birisini tapdıq. İndi gəlin baxaq. Hər dördü, bütöv bu dördü, ortaq bölündüyü ədəd, yəni ortaq böləni olan ədəd hansıdır? 2. Hər birisindən ortaq böləni 2-dir. Demək ki, bizdə bu ortaya düşən Y 2-dir. Yeni tapdıq. Diqqət eləyin. D yalnız 264-dən 168-in ortaq bölənidir. 264-dən 168-ə baxaq. Ortaq böləni nədir? 3. Demək ki, D bizdə olmalıdır 3. 280-dən 168-in ortaq böləni S-dir. 280-dən 168-ə baxıram, ortaq böləni 7-dir. Demək ki, S bizdə 7-dir. 280-dən 440-a baxıram, ortaq böləni 5-dir. Demək ki, A 5-dir. 440-dan 264-ə baxaq, 440-dan 264, ortaq böləni 11-dir. Bizə lazımdır B, yəni 11, Y, yəni 2, S, yəni 7. Bu da eləyir 13 üstə gəl 7. Doğru cavabımız eləyir 20. B variantı. Keçirəm 7-ci sualımıza. Bizə deyir ki, adi kəsrin surət və məxrəcindəki ədədlərin cəmi 47-dir. Demək, surətimiz var və məxrəcimiz var. Bunların cəmi 47-dir. Gəlin belə yazaq istəyirsinizsə. Surət və məxrəcin cəmi 47-dirsə, surətə x versəm, cəm 47 olduğu üçün məxrəc olacaq 47 çıx x. Yəni, toplayanda 47 olması üçün o birisi də olacaq 47 çıx x. Onda surətə x yazaq, məxrəcə isə 47 çıx x yazaq.
Deyir ki, sürətə 5 əlavə et. Fərqli qələmdən yazıram. Sürətə 5 əlavə et. Məxrəcdən 2 çıx. Nəticə alınacaq 3-də 2. Gəlin hesablayaq. Çarpaz vururam. Bunu bura, bunu da bura. 3-ü x üstə gəl 5-ə vuracam. Bərabərdir. 2-ni isə gəlin 47-dən 2 çıxaq. 45 eləyir. 45 çıx x-a vuracam. Vurub açaq. 3x üstə gəl 15 bərabərdir. 90 çıxılsın 2x-a. Alınır. 5x bərabərdir. 90-dan 15 çıxıram, alınır 75. X də bərabərdir 15. X-imizi tapdıq. Bizə deyir əvvəlki kəsir. Əvvəlki kəsirimizi göylə yazmışam. X-in yerinə 15 qoysam, surətimiz eləyəcək 15. Məxrəcimiz eləyəcək 32. Bizə deyir ki, surət məxrəcdən neçə vahid azdır? 15 32-dən neçə vahid azdır? 32-dən çıxıram 15. Doğru cavabımız eləyir 17 D variantı. Keçirəm 8-ci sualımıza. İndi isə baxırıq 8-ci sualımızın izahına. Bizə deyir ki, A çoxluğunun elementlərinin 40%, B çoxluğunun elementlərinin isə 70%. A kəsişmə B çoxluğunu təşkil edir. N, A birləşmə B-nin ən kiçik qiymətini tapın. Diqqət etməli olduğunuz tərəf odur ki, elementlərin sayı natural olmalıdır. Yəni biz A çoxluğunun elementlərinin sayı natural götürməliyik. 40%-ni tapanda cavab yenə də natural olmalıdır. Eləcə də B-nin elementlərinin sayı natural olmalıdır. 70%-ni tapanda yenə də natural olmalıdır. Və bizdən ən kiçiyini istəyir. Mən özümdən x götürsəm, onsuz da qabaqda əziyyətimi çəkəcəm. X-a fikirləşəcəm ki, nə verim ki, aha 40%-ni tapanda belə olsun. Ondan sonra gəlin birbaşa x-in 40%-ni tapaq. Görək ki, bu məxrəcdə nə alınır? Ona uyğun A-ya element sayı verək. Və B-nin də 70%-ni tapaq. Yəni B-yə də bir y versəm, y-in də 70%-ni tapaq. Görək ki, bəs y-ə nə verməliyəm? Ona uyğun təyin eləyək ki, A nə olmalıdır, B nə olmalıdır? Baxın, A-nın 40%-ni tapıram. A vur 40 böl 100. İxtisar geçsin 20-yə. Alınacaq A vur 2 böl 5. Demək ki, mən A-ya 5x götürsəm bəsdir. A-ya 5x götürsəm, onda onun 40%-i alınacaq 2x. İndi B-ni yoxlayaq. B-ni də vururam 70-ə, bölürəm 100-ə. Bu isə 10-a ixtisar gedir. Alınır 10-da 7B. Onda mən B-yə 10y götürəcəm. Onun da 10-da 7-si, yəni 70% eləyəcək 7y. Bunların hər ikisi də kəsişməni verir. Yəni 40% də kəsişməni verir, 70% də kəsişməni verir. 40%-i tapdıq 2x-dir. 70% tapdıq 7y-dir və bunlar bir-birinə bərabər olmalıdır. Çünki ikisi də kəsişmədir. Buradan da x-an y-ə ən az nə verə bilərəm ki, bərabərləşsin? X-a verərəm 7k, y-ə də verərəm 2k. Gəlin kəsişməni çəkək indi. Euler-Venn diaqramı çəkirəm təbii ki. Onda kəsişmə nəyə bərabər oldu? X-in yerinə 7 qoysam alınacaq 14k. Yəni kəsişməmiz oldu 14k. Kəsişməyə yazaq 14k. İndi x-imiz 7k-dırsa, demək A çoxluğu olacaq. 5-i 7-yə vururam 35k. Ümumi 35-dirsə, 35-dən 17 çıxsam, bura qalır 21k. B-mizin də əvəzinə 2k qoymuşuq. Gəlin y-in yerinə 2k qoyaq, alınacaq 20k. 20-dən də 14 çıxsam, bura qalacaq 6k. Bizə lazımdır ki, A birləşmə B-ni tapaq. Bunun üçün də toplayıram. 21 üstə gəl 4, üstə gəl 6. Yəni heç k-nı qoymasaq da olardı. Onsuz biz ən kiçik ehtimalı yazmışıq. K 1-dir. Toplayırıq, alınacaq bizdən 14 demiş, burada deyəcəkdim 31 cavabı yoxdur. Toplayanda alınacaq bizdə 41. Yəni doğru cavabımız olacaq B variantı. 41 K eləyir, amma biz K-nı 1 götürmüşük də əslində qalsa. Çünki X-a Y-ə baxdıq, verə biləcəyim ən kiçiyə də 7 ilə 2-dir. Yəni də 7K 2K misillərinə baxmıram da, onsuz da məndən ən kiçiyini istəyir. K-ya da ən kiçiyinə verə bilərəm, 1 verə bilərəm. Çünki natural olmalıdır axı bu ədədlər. Ona görə ən kiçik 1-dir. Nəticə etibarından cavab da 41 eləyir. Keçirəm 9-cu suala. Aslan tərəfi 1 olan kiçik kvadratları tərəf-tərəfə birləşdirdi və sahəsi 48 olan böyük bir düzbucaqlı alındı. Düzbucağın perimetri nə ola bilməz? Sahənin 48 olması üçün tərəflərimiz 1 ilə 48 ola bilər. 2 ilə 24 ola bilər. 3 ilə 16 ola bilər. 4 ilə 12 ola bilər və 6 ilə 8 ola bilər. Başqa bir ehtimal yoxdur onsuz. Bir-bir gəlin tapaq perimetrlərini. Bunun perimetrini tapanda toplayıb 2-yə vuracaq. Bu eləcək 49 vur 2, 98.
Bu eləcə 26 vur 2, 52. Bu eləcə 18 vur 2, 36. Bu eləcə 16 vur 2, 32. Bu da eləyəcək 14 vur 2, 28. 28'imiz var. 32'miz var. Görək müəllimə harada səhv elədi. Çünki 38 ilə 42 bizdə yoxdur. Üzr istəyirəm. 16'nın üstünə 3 gələndə 19 edir. 19'u 2'yə vuranda 38. Burada səhv eləmişəm. Oldu 38. 38'imiz də var. Amma 42'miz yoxdur. Demək doğru cavabımız olacaq D variantı. Keçirəm növbəti suala. Bizə deyir ki, x çıx 5-dən y üstə gəl 5-in ortaq bölənlərindən ən böyüyü 6-dır. Ortaq bölənlərdən ən böyüyünün 6 olması o deməkdir ki, əbubu 6-dır. Əbubun 6 olması o deməkdir ki, bu ədədlərin hər birisi 6-ya mütləq bölünür. Ortaq hər ikisi 6-ya bölünməlidir. Amma diqqət edin, x çıx 5-in qabağında 7 verib, y üstə gəl 5-in qabağında 17 verib. 7 ilə 17-nin ortaq böləni yoxdur, qarşılıqlı sadə ədədlərdirlər və 6-ya bölünmürlər. Ona görə 6-ya bölünmələri üçün hər birisini gəlin 6-ya vuraq. Alınacaq x çıx 5 bölünsün y üstə gəl 5 bərabərdir. 17-ni 6-ya vururam, alınır 102. 7-ni də 6-ya vururam, alınır 42. İndi gözəl oldu. Hal-hazırda x çıx 5-ə uyğun olan ədəd və y üstə gəlsin 5-ə uyğun olan hər bir ədəd, yəni hər ikisinə də uyğun olan ədədlərimiz 6-ya bölünən ədədlərdir. İndi bərabərləşdirməyə zamanıdır. X çıx 5-i bərabər edirəm 42-yə. Y üstə gəl 5-i də bərabər edirəm 102-yə. Buradan x-i tapsam, x-im alınacaq 47. Y-i tapsam, 102-dən 5 çıxıram, alınacaq bizdə 97. Bizə lazımdır y-dən x-i çıxmaq. 97-dən də 47 çıxıram. Doğru cavabımız olacaq 50. Yəni D variantı. Keçək 11-ci suala. Növbəti sualımızda bizə deyir ki, sadə vurğularının cəmi 15 olan ən kiçik 3 rəqəmli ədəd. Ən kiçik 3 rəqəmli ədədimiz bilirik ki, 100-dür. Amma 100-ün sadə vurğularının cəmi 15 eləmir. Ümumiyyətlə, sadə vurğular nə idi bizdə? Biz bilirik ki, sadə vurğular, onu belə deyək, verilmiş ədədi vurğulara ayırandan sonra alınmış ədədləri toplayanda alınan ədəddir. İndi bizdə toplayanda 15 eləməlidir. Və ən kiçik 3 rəqəmli ədəd axtarırıq. Biraz düşünək. Məsələn, 100-ün özünü götürsək, 100 bizdə nədən ibarətdir? 2-dən, 2-dən 2-dən, 2-dən də 5-dən ibarətdir. 2, 2, 5, 5. Təbii ki, bu deyil. Görürsünüz, toplayanda 14 edir, 15 eləmir. 100 olmaz. 101 olmaz, sadə ədəddir. 102-yə baxaq. 102 isə 2 vur 51-dir. Onun sadə vurğularının cəmi daha böyükdür. 103 də olmaz, sadə ədəddir. 104'ə baxaq. 104 bərabərdir 2 vur 2 vur 2 vur 13. Yenə də toplayanda gördüyünüz kimi 15 eləmir. 105'ə baxaq. 105 bizdə bərabərdir 3 vur 5 vur 7. Diqqət eləsəz toplayanda 15 eləyir. Demək ki, bizim axtardığımız həmin ədəd elə 105 ədədidir. Onun da rəqəmləri cəmi bizdə eləyəcək 6. 12-ci sualımıza baxaq. Görürük ki, bizə bir qalıqlı bölmə əməli verilib. Biz də bilirik ki, qalıqlı bölmədə ən əsas qaydamız nədir? Mütləq şəkildə bölən qalıqdan böyük olmalıdır. Bölən qalıqdan böyük olmalıdırsa, mən onda üçbucaq çıx ulduza 7-dən böyük ən az 8 verə bilərəm. Yazıram onda. Üçbucaq çıxılsın ulduz bərabər olsun 8-ə. Onda üçbucaq üstə gəl ulduzu tapanda nə edəcəm? Ulduzumuzu nə pis çəkdik. Neyniyəcəm? 8-i vuracam, 8-i üstünə gələcəm 7. 64 üstə gəlinsin 7. 64-ün də üstünə 7 gələndə alınacaq bizdə 71. Onda biz burada üçbucaqla ulduzu ayrı-ayrılıqda tapsaq, bizim ədədlərimiz natural ədəd eləməyəcək. Çünki üçbucağı tapmaq üçün alt-alta toplayıram. 71-in üstünə 8 gələndə 79 eləyir. Bölürəm 2-yə natural ədəd alınmır. Alınır elə bil ki, 2 dənə üçbucaq bərabərdir 79. Buradan üçbucağı tapana natural alınmır. Demək ki, 8 qoymaq olmaz. Gəlin 9 qoyaq. Onda alınacaq ki, üçbucaq çıxılsın ulduz bərabərdir 9-a. Alınacaq üçbucaq üstə gəlinsin ulduz bərabərdir. 9-u 8-ə vuram 72. 72-nin də üstünə 7 gəlirəm. 79. İndi buradan üçbucağı tapsam, 79 ilə 9-u toplayıram, eləyir 88, bölürəm 2-yə 44.
Və ulduzu da tapsam, çıxıram 70 bölürəm 2, 35. Gördüyünüz kimi həqiqətən də gözəl cavablarımız alındı. Heç bunu tapmaya da bilərsiniz. Sizə onsuz da ayrı-ayrı üçbucaqla ulduz lazım deyil. Sizə onun cəmi lazımdır. Üçbucaqla ulduzun cəmi də gördüyünüz kimi neçə oldu ən az? 79. Yəni doğru cavabımız olacaq D variantı. 8-i niyə görə verə bilmədik? Natural ədəd alınmadı. Ona görə 9-u verdim. Keçirik növbəti sualımıza. Hələ ki deyə bilərəm ki, bir dənə çətin sual çoxluq sualı idi. 13. Birdən 100-ə qədər natural ədədlər içərisindən neçəsini 3 ardıcıl tam ədədin cəmi şəklində göstərmək mümkündür. Bunun çox rahat bir yolu var. Biz həmişə deyirik ki, bunun həll qaydası necədir? Ən kiçiyini götürürsən, bir də ən böyüyünü götürürsən və həmin aralıqdakı ədədlərə baxırsan. Ən kiçiyi nədir? 1 üstə gəl 2 üstə gəl 3. Ən kiçik hal budur. 3 ardıcıl, yəni tam ədəd 1, 2, 3-ün cəmidir. Bircə dəqiqə. Bizə deyir ki, 1-dən 100-ə qədər olan natural ədədlər içərisindən neçəsini 3 ardıcıl tam ədədlərin cəmi şəklində. Onda belə yazaram. -1, 0, 1. -1, 0, 1 bizə şey verəcək. 0 verəcək. Onda götürək belə. 0, 1, 2. Ən birincisi budur. 0, 1, 2. Toplayanda alınır 3. Çünki tam ədəd götürə bilərəm. Baxın, yazıb 3 ardıcıl tam ədəd. Yəni 3 dənə ardıcıl tam ədədi toplayanda 1 eləmir. Biz ona baxdıq. 2 də eləmir. Çünki mən götürdüm 1, 1. -1, 0, 1. -1, 0, 1 bizə verir nə? 0. Artıq növbətisi nə gəlir? 0, 1, 2. Bu da bizə verir 3. Ən balcası budur. Bəs ən böyüyü nədir? Ən böyüyü də, baxaq. 31, 32, 33. 32, 33, 34 götürək görək bizə nə verir? 32, 33, 34. Bu bizə verir 99. Elə ən böyüyü də budur. Çünki 33, 34, 35 götürsəm artıq 100-dən böyük ədəd eləyəcək. Ən böyüyü də budur. 32, 33, 34. Bizə lazımdır bu şəkildə neçə ədəd var. 0-dan başlayır bu ədədlər 32-yə qədər gedir. Yəni birinci belədir. 0, 1, 2, sonra gedir 1, 2, 3, sonra gedir 2, 3, 4, 3, 4, 5 və belə-belə 0-dan başlayır 32-yə qədər bu rəqəmlər gəlir. Yəni 0-dan 32-yə qədər neçə ədəd var? 32-dən çıxıram 0-ı, üzərinə gəlirəm 1. Doğru cavabımız eləyir 33. Yəni D variantı. 13-cü sualın doğru cavabı olacaq bizdə D bəndi. Bu əslində çətin sualdır. Əksəriyyəti bəlkə də C variantını yazardı. Mən də gördünüz, başlayan kimi 1, 2, 3 götürdüm. Sonra tam ədədi görən kimi dayandım. Ona görə çox diqqətli şərt oxumaq lazımdır. Baxırıq indi 14-cü sualımıza. Bizə deyir ki, aşağıdakı ədəd oxu nöqtələrlə bərabər hissələrə bölünmüşdür. S üstə gəl Y cəmini tap. Normalda biz necə edirik? Yəni buradakı hər bir ədədin nə qədər artdığını hardan bilirik? Birinci bu ədədləri çıxırıq. Görürük ki, buradan bura qədər məsafə nə qədərdir? Yəni 16-da 3-dən 8-ə 1 çıxıram. Buradakı ümumi məsafəni tapıram. Daha sonra ümumi məsafə 1, 2, 3, 4, 5, 6 yerə bölünüb. Onda ümumi məsafəni bölürəm 6-ya. Görürəm ki, bir dənə artmaq neçədən artmaq deməkdir. Onda 16-da 3-dən çıxıram 8-də 1-i. Alınır məndə 16-da 1. 16-da 1-i də bölüb 6 dənə yerə. 16-da 1-i də bölüb 6 yerə. Alınır 96-da 1. Demək ki, buradakı hər bir ədəd 96-da 1, 96-da 1 arta-arta gedir. Mənə lazımdır S-dən yeni tapmaq. Gəlin belə eləyək. Məxrəclərin hər birisini 96-ya gətirək. Rahat 96-da 1-i toplayaq. Niyə əziyyət çəkirik ki? Məxrəclərin hər birisini 96-ya gətirsəm, birinci ədədimiz olacaq 96-da 12. 12-yə vururam. Bu da olacaq bizdə 6-ya vururuq. 96-da 18. İndi bu olacaq 96-da 13. 14. Bu olacaq 96-da 15. Bizə S lazım idi. Bir də Y. Bu da olacaq 96-da 17 təbii ki. Demək, S-miz oldu 96-da 15. Y-miz də oldu 96-da 17. Bunları da toplasaq alınacaq 96-da 32. Bu da eləyəcək 3-də 1. Doğru cavabımız A variantı. Bu sualı da o qədər çox görmüşük ki, ümid edirəm, yəni heç bir şagird bunu yanlış yazmaz. Çünki çox istifadə olunan sual tipidir, yeni bir şey deyil. Dəfələrlə gördüyünüz bir sualdır. Keçirəm 15-ə. Bizə deyir ki, Fatimə bir qutuya, qutunun içində olan topların sayı qədər top əlavə edir. Daha sonra 40 top götürür. Bu əməli 3 dəfə təkrarlayır. Qutuda top qalmır. Başlanğıcda onda qutudakı topların sayını göstərən ədədin rəqəmləri cəmini tapın. Demək, qutuda olan topların sayı qədər top əlavə edir. Nə qədər top varsa, məsələn, x qədər top varsa, x qədər də əlavə edir.
Sonra 40-ını götürür. Sonra nə qədər alındısa, yenə həmin qədər əlavə edir, yenə 40 götürür. Nə qədər alındısa, yenə həmin qədər əlavə edir, 40 götürür. Bu qaydada gedir, ən axırda da 0 alınır. Özümdən götürürəm ki, Fatimənin toplarının sayı x olsun. Onda x qədər də əlavə elədi, 40 çıxdı. Alındı 2x çıx 40 sayda top. İndi onun 2x çıx 40 sayda topu var. Yenə də 2x çıx 40 sayda top əlavə elədi, 40 çıxdı. Alınacaq 4x çıxılsın 120. Bu prosesi bir də təkrarlayıram. 4x çıx 120 topum var. Yenə 4x çıx 120 top əlavə elədim, 40 çıxdım. Alınacaq bizdə 8x çıx 240, 280. Və bu nəticə etibarıyla bizə nə verdi? Top qalmadı, 0. Onda alınır 8x 280'dir. Buradan da x'i tapsam alınacaq 35. Yəni başlanğıcda olan toplarımızın sayı 35 imiş. Onun da rəqəmləri cəm edir 8. Çətin sual deyildi. Gedirəm 16-cı suala. Bir qrupdakı qızların sayının 84%-i oğlanların sayının 4-də 3-nə bərabərdir. Ən az neçə nəfər var? Çox bəsit. Qrupdakı qızların sayını götürək x, qrupdakı oğlanların sayını götürək y. X-in 84%-i, yəni %84 bərabərdir y-in 4-də 3-nə. İxtisar eləyək. 100-dən 4 eləyəcəm, 25 qalsın. Daha sonra çarpaz vuracam. Alınacaq 84x bərabərdir 75y-ə. 84 ilə 75 hər ikisi də 3-ə bölünür. Burada alınacaq 28x, burada da alınacaq 25y. Onda bizə deyir ki, qrupda ən az neçə nəfər var? Bax, biz buradan tapsaq x-imizi 25, ən az, y-imizi 28. X-imiz qızlarımızın sayı oldu 25, y-imiz də oğlanlarımızın sayı oldu 28. Bizə lazımdır onların cəmi, çünki ümumi neçə nəfər var istəyir. 25 ilə 28-i toplayıram. Doğru cavabımız eləyir 53 D variantı. Keçək 17-ci sualımıza. Əbobumuzu 7 verib, əkobumuzu 70 verib. Bizə istəyir ki, A üstə gəlsə cəmi ən az olsun. Demək ki, mən B-yə elə də diqqət eləməyəcəm. B-ni istədiyin qədər böyüt. Əsas odur ki, A ilə S az olsun. Onda əbob AB 7-dirsə, demək ki, A da B-də 7-yə bölünən ədəddir. Verə biləcəyim ən az 7-yə bölünən ədəd nədir? A üçün. Təbii ki, də elə 7. A-ya verəcəm 7. İndi baxaq əkob olan hissəyə. B ilə S-in əkobu 70 edir. Siz bilirsiniz ki, bir ədəd digər ədədin böləni olanda əkob həmin ədədlərdən böyüyünə bərabər olur. Diqqət edirsinizmi? Bizə burada heç lazım deyil bu B-nin böyüyü, kiçik olması. Onda B-ni elə 70 verim də. Yəni bir ədəd o bir ədədin qoy böləni olsun, elə 70 olsun B. S-ni də 70-in böləni verək. Bu balaca ədəd olsun da. Onda B-yə verəcəm 70. Həqiqətən də 70 ilə 7-nin əbobu bizə 7 verir. Çünki ortaq böləni ancaq 7-dir. İndi mən B-yə 70 versəm, bölən kimi 70-in ən az böləni nə verə bilərəm? Elə 1 verərəm də. 70 ilə 1 qarşılıqlı sayda olacaq. Həm də 1 70-in bölənidir. Cavab 70 verəcək. Ən az verə biləcəyim S-yə də 1-dir. Onda A ilə S-nin də cəmi bizdə eləyəcək 8. Doğru cavabımız olur B variantı. Keçirəm 18-ə. Bizə deyir ki, ABC üçbucağının daxili bucaqları ABC-dir. Biz də bilirik ki, daxili bucaqlarının cəmi 180 dərəcədir. Yəni ABC 180-ə bərabərdir. Bizə deyir ki, 3C çıxılsın B kiçik bərabərdir A-dan. Onda C-miz ən çox neçə olar? Baxın, buradan 3C-ni tapsam, 3C kiçik bərabər olacaq A üstəgəl B-dən. Mən C-ni soruşduğu üçün mən buradan C-ni tapdım. Alacağım ki, 3C kiçik bərabərdir A üstəgəl B-dən. Gəlin yuxarıdan A üstəgəl B-ni tapaq. Alınacaq A üstəgəl B bərabərdir 180 çıx C. Gətirib yerinə qoyaq. 3C kiçik bərabərdir 180 çıx C. Buradan alınır 4C kiçik bərabərdir 180. Buradan da alınır C kiçik bərabərdir. 180-i 4-ə bölək. 92-yə də bölürəm 45. Demək C-miz kiçik bərabərdir 45-dən. Yəni 1-dən 45-ə qədər olan ədədlər ola bilər. Bizə də deyir ki, ən çox neçə ola bilər? Ən çox 45 ola bilər. Bu da çətin sual deyildi. 19-a baxaq. 3, 33, 333 və n sayda 3-lər. Bu cəmin son rəqəmi 3-dür. N ən çox hansı 2 rəqəmli ədəd ola bilər? Burada diqqət eləməli olduğunuz məqam nədir? Baxaq. Neçə dənə 3 götürsəm, toplayanda sonluq yenə də 3 olar. Baxın, bir dənə 3 götürsən, sonluq 3 eləyir.
2 dənə 3 götürsəm sonluq 6 eləyəcək. 3 dənə 3 götürsəm sonluq 9 eləyir. 4 dənə 3 götürsəm sonluq 2 eləyir. 5 dənə 3 götürsəm sonluq 5 eləyir. 15 eləyir axı. 6 dənə götürsəm 18 eləyir. 7 dənə götürsəm 7-ni 3-ə vuranda 21 sonu 1-dən qutardım. 8 dənə götürsəm 8 dənə 3 24 eləyəcək. 9 dənə 3 27 eləyəcək. 10 dənə 3 0 eləyir. 11 dənə 3 yenə 3 ilə bitdi. Diqqət edirsiniz. 1 dənə 3 3 ilə bitdi. 11 dənə 3 3 ilə bitdi. Və yenə 12 dənə 3 6 ilə bitəcək. 13 dənə 9 ilə, 14 dənə 2 ilə. Bax belə gedəcək. Yenə 21-ci ucu 3 ilə bitəcək. Yəni hər dəfə mən 1, 11, 21, 31 bu qədər sayda 3 götürməliyəm ki, toplayanda sonuncu rəqəm 3 olsun. Məsələn, 93 dənə götürə bilməzsən. Çünki 93 dənə 3-ü toplayanda, 93-ə vuranda axırı 9-dan bitir. Onun axırı 3-lə bitməyəcək, 9-dan bitəcək. 90 dənə 3 götürsən, sonu nə ilə bitəcək? 0-la. 99 dənə 3 götürsəm, sonu 7 ilə. Mənə lazımdır sonu 3-lə bitsin. Demək 91 dənə götürməliyəm. Yəni, belə deyək, sonluqlar 3-lərdən ibarətdir. 3, 3, 3, 3, 3. Neçə dənə 3-ü toplasam sonluq yenə 3 eləyir. 90 dənə 3-ün sonu, yəni burada elə bir 90 dənə belə 3, 3, 3 toplayacam, nə olacaq? Sonu 0-dan bitəcək. Çünki 93-ə vuranda 270 eləyir, 0 yazacam 27 yadda. 91 dənə olanda elə 3 ilə bitir. Bu doğru cavabdır. 93 dənə 3-ü toplasan, 93-ü vurursan 3-ə, sonu 9-dan bitir, neçəsə yadda. 99-u 3-ə vuranda sonu 7 ilə bitir, neçəsə yadda. Yəni mənə lazım olan burada 91-dir ki, 91 dənə 3-ü toplayanda 3 ilə bitəcək, 27 yadda qalacaq. Gedək növbəti suala. Bizə deyir ki, 12 nəfərlik basketbol komandasının üzvləri yarışdan əvvəl adları bir-bir çağırılaraq meydançaya dəvət olunur. Onlar hər biri bir düz xətt üzərində düzülür. Meydançaya dəvət olunan hər bir basketbolçu yerini tutmazdan əvvəl özündən əvvəlki çıxan komanda yoldaşı ilə tək-tək salamlaşır. Hələ ki cəmi 21 salamlaşma varsa, onda meydana çıxmalı olan daha neçə basketbolçu var. Gəlin normalda baxaq ki, 12 nəfər meydana çıxanda neçə dənə salamlaşma olmalıdır. Ümumiyyətcə, baxın, tutalım ki, meydana bir dənə idmançı çıxdı. Meydana bir idmançı çıxanda neçə dənə salamlaşma olur? Heç neçə dənə, 0. Sonra növbədə ikinci idmançı gəlir. İkinci idmançı gələndə neçə idmançı ilə salamlaşır? 1 dənə. Bax yazıram. Birinci idmançı neçə nəfərlə salamlaşır? Heç kəslə. Özündən əvvəl heç kəs yoxdur axı. İkinci idmançı neçə nəfərlə salamlaşır? 1. Üçüncü idmançı neçə nəfərlə salamlaşır? 2. Dördüncü idmançı neçə nəfərlə salamlaşır? 3. Beşinci idmançı neçə nəfərlə salamlaşır? 4. Hər dəfə özü bir nəfər əski ilə salamlaşır. Bunların cəmini tapanda ardıcıl ədədlər eləmirmi? Ardıcıl ədədlər eləyir. Ardıcıl ədədlərin cəmi hansı düsturla tapılır? 1-dən n-ə qədər ədədlərin cəmi n vurulsun, n üstə gəl 1 bölünsün 2. Onda yazıram ki, n vurulsun, n üstə gəl 1 bölünsün 2, 21 eləməlidir. Əslən qalsa 21 o qədər balaca ədəddir ki, elə ardıcıl ədədləri toplayıb özünüz də tapa bilərsiniz. Elə də böyük ədəd deyil. Sadəcə mən həll qaydasını deyirəm ki, birdən qabağınıza böyük ədəd çıxsa nə etməli olduğunuzu biləsiniz. Ancaq n vurulsun, n üstə gəl 1 bərabərdir 42. Hansı ardıcıl ədədləri bir-birinə vuranda 42 eləyir? 6 ilə 7-ni. Demək n 6-dır. Tələsməyin ha. N 6-dırsa o demək deyil ki, 6 nəfər idmançı çıxıb ora. 7 nəfər çıxıb. Ay müəllimə, niyə? Çünki sən 1-dən 6-ya qədər ədədlərin cəmini tapmısan. Sənin ədədin isə 0-dan başlayır. Yəni 0, 1, 2, 3, 4, 5, 6. Bu bizə verir 21. Birinci iştirakçı çıxanda axı 0 adamdan salamlaşır. Ona görə burada ümumi 7 nəfər demək ki, çıxıb. İndi 7 nəfər çıxıbsa, ümumi də 12 nəfər varsa, geriyə neçə nəfər qaldı? 12-dən 7 çıxırsan, geriyə 5 nəfər qaldı. Keçirəm indi 21-ci suala. Bir sinifdə müəyyən sayda qız və oğlan şagirdlər var. Bu sinifdəki qızların sayı 3 nəfər çox olsaydı, şagirdlərin 3də 2-si qız olardı. 4 oğlan az olsaydı, şagirdlərin 4də 1-i oğlan olardı. Sinifdə neçə şagird var? Bu tipli suallar həqiqətən çox istifadə olunur. Bunu x, y-lə də yaza bilərsiniz. Bir dəyişənlə də yaza bilərsiniz. Bir dəyişənlə yazanda biraz başa düşmək qəliz olur. Mən ona görə elə 2 dəyişənlə yazıb həll eləyəcəm. Qızların sayı x olsun, oğlanların sayı y olsun. İndi deyir, qızların sayı 3 nəfər çox olsaydı, şagirdlərin 3də 2-si qız olardı. Qızların sayını götürsəm, x üstə gəl 3. Onda şagirdlərin ümumi sayı nə qədər olacaq? X üstə gəl, y üstə gəl 3. Demək, bunun 3də 2-si eləyəcək qız. Belə yazdım.
İndi bir dənə x-dan da izah edirəm sonra sizə. Sonra deyir ki, oğlanların 4 oğlan az olsaydı oğlanlar, olacaqdı onda oğlanların sayı y çıx 4. Onda şagirdlərin sayı nə qədər olacaqdı? X üstə gəl y çıx 4. Yəni deyir bunun 4də 1-i oğlan olardı. Çarpaz vuraq. Birincisində alınacaq ki, 3x üstə gəl 9 bərabərdir 2x 2y üstə gəl 6. İkincisini çarpaz vuraq. 4y çıx 16 bərabərdir. Burada biri qəşəng yazaq. Bərabərdir x üstə gəl y çıx 4-ə. Mənə lazımdır sinifdə neçə şagird var. Yəni mənə lazımdır x üstə gəl y. Gəlin belə eləyək. X-lar y-lər bir yerdə olsun, ədədlər bir yerdə. Bunu da həll eləyək. X, y-i bir yerdə saxlayaq. Olacaq onda mənfi x, 2x-dan 3x çıxdım. Üstə gəl 2y bərabərdir. Altında bu bir tərəfə aparaq. 9-dan 6 çıxıram 3-ə. Buranı həll eləyək. X qalır olduğu kimi. Y-i də onun yanına gətirsəm olacaq çıx 3y bərabərdir. Mənfi 16 üstə gəl 4. Yəni mənfi 12. Bunları alt-alta toplasam görürsünüz də x-lar gedir. Nə qalır? Mənfi y bərabərdir mənfi 9-a. Buradan da y bərabərdir 9 edir. Y-imiz artıq tapıldı. Y-imiz 9-dur. İndi gəlin x-i tapaq. Ürəyin istəyir birincidə, ürəyin istəyir ikincidə. Y-in yerinə 9 qoy, x-i tap. Mən ikincidə qoyacağım. İkincidə y-in yerinə 9 qoysam alınacaq x çıx 27 bərabərdir mənfi 12-yə. X də bərabərdir mənfi 12-nin üstünə 27 gələm 15-ə. Bu da oldu 15. 15 ilə də 9-u toplayıram, cavab edir 24. Yəni doğru cavabımız olacaq B variantı. Bu da olur sizin doğru cavabınız. Təkcə x-la yazanda düşünürəm ki, biraz başa düşmək qəliz olur. Hər kəsə şamil deyil. Elə şagird var ki, rahat onu analiz edir, başa düşür. Yox, elə şagird var ki, orada çətinlik çəkəcək. Düşünmək ki, qızların sayını 3 nəfər çoxaltsam, ümumi sinifi 3-də 2-si verməlidir. Aha, ümumi sinif gərək onda belə olsun, elə olsun. Biraz o çətin məsələdir. Ona görə elə onu izah eləmirəm. Elə x, y-lə bu şəkildə baxa bilərsiniz. Burada düşünməyə artıq ehtiyac qalmır. Elə x, y yazırsan gedir. 22-ci sualımızda bizə deyir ki, ədəd oxu üzərində ABCD ədədləri var və ən kiçiyi A-dır. Ən kiçiyi A-dırsa bura bir A yazacağım, sonra B, sonra C, sonra da D. Bizə deyir ki, bu ədədlərin cəmi 200-dür. Yəni A, B, C, D-nin cəmi bərabərdir 200-ə. Daha sonra deyir ki, A-dan B, C, D-nin hər birinə qədər məsafə 60-dır toplayanda. Baxın, A-dan B-yə qədər məsafə necə tapılır? B-dən A çıxılır. A-dan C-yə qədər məsafə necə tapılır? C-dən A çıxılır. A-dan D-yə qədər məsafə necə tapılır? D-dən A çıxılır. Bərabərdir 60-a. Bunu toparlasam bir yerə, alınacaq ki, B üstə gəl C, üstə gəl D, çıx 3A, bərabərdir 60-a. Buradan, bax buradan, mən B üstə gəl, C üstə gəl D-ni tapa bilərəm. Alınacaq 200 çıx A. Gətirib yerinə qoyaq. Bunun yerinə gətirib 200 çıxa qoysam, 200 çıx A, çıx 3A bərabərdir 60-a. Yəni 200 çıx 4A bərabərdir 60-a. 4A bərabərdir 140-a. 140-ı da 4-ə bölürəm, alınır 35. Yəni doğru cavabımız olacaq D variantı. 22-ci sualımızın doğru cavabı oldu D. Keçirəm 23-cü sualımıza. 23-cü sualımızda bizə deyir ki, aşağıdakı şəkildəki kvadratlara 1-dən 7-yə qədər rəqəmlər hər biri bir dəfə olmaqla şaquli və üfüqi olaraq yerləşdirilib. Şaquli olaraq yerləşdirən rəqəmlərin cəmi üfüqi olaraq yerləşdirən rəqəmlərin cəmi ilə eyni olmalıdır. Bu halda bizə deyir ki, x-in yerinə yaza biləcək müxtəlif rəqəmlərin cəmi neçə olar? Mən burada nəyə diqqət elədim? Baxan kimi. Diqqət eləyin, x burada ortaqdır. Yəni, buradakı 3 ədədin cəmi ilə, buradakı 3 ədədin cəmi eyni şey olmalıdır ki, üstünə eyni bir ədədi gələcəm x-ı, nəticələr bir-birinə bərabər olsun. Mən buradakı 3 ədədin cəmini bilmədiyim bir şeydən bir məhsuldur. Bir bura qoyaq bir y. X-imiz vardı, y qoydum. Burada bir qoyaq y. Onda demək ki, bu 2 dənə y-lə bu x-i toplayanda bizə verməlidir 1-dən 7-yə qədər olan ədədlərin cəmini. 1-dən 7-yə qədər ədədlərin cəmi də bizə neçə verir? 7 vur 8 böl 2, 28. Buradan onda mən x-i tapsam, x-imiz eləyəcək 28 çıx 2y. Diqqət edirsinizmi ki, 28 cüt ədəddir. 2y də cüt ədəddir. Demək, bir-birindən çıxanda cüt alınacaq. X-imiz bir cüt ədəddir. Gəlin onu da yoxlayaq. X-in yerinə nələr verə bilərəm?
Burada 1-dən 7-yə qədər ədədləri düzüm ki, görüm qruplaşdıranda nə alınacaq. X-in yerinə 2 versəm, gərək Y-im eləsin məndə 26/2, 13. Baxaq görək ki, bu ədədləri mən 3-3 qruplaşdırsam 13 eləyirmi? 2-ni ayırmışam artıq. Baxaq toplayanda 13. Sırayla gedirəm, bax. 1 ilə 3-ü toplayanda 4 eləyir. 4-ün üstünə buradan maksimum 7 gəlirəm, 13 eləmir. 1 ilə 4-ü toplayanda 5 eləyir. Baxın, 5-in üstünə 7 gələndə məndə 12 eləyir, olmaz. 1 ilə 5-i götürəndə 6 eləyir, 6 üstünə 7 gələndə 13 eləyir. Demək 1, 5, 1, burada yazıram. 1, 5, 7 də 13 eləyir, 2-ni götürmürsən. 3, 4, qaldı bir dənə 6. 6 da 13 eləyir. Demək ki, olar. 13 bərabərdir 13-ə, 2-ni də qoymuşuq X-in yerinə, alındı. 2 götürmək olar. 4-ə baxaq. 4 götürsəm, alınacaq burada 12. Görək toplayanda 12 alınan varmı? 4-ü götürmək olmaz. 4-ü silək. İndi baxaq. 1, 2, 3 eləyir. Üstünə maksimum 7 gələ bilərsən, 10 eləyir, 12-yə çatmır. 1 ilə 3 götürsəm 4 eləyir. 4-ün üstünə maksimum yenə də 7 gəlirsən, gəlib 11-ə, 12-yə çatmır, 11 eləyir. 1 ilə 4 götürsəm 5 eləyir. 5-in 4 götürə bilmərik axı. 4-ü silmişik. 1 ilə 5 götürək. 1 ilə 5 götürsək 6 eləyir. 6-ın üstünə də 6 gələn də 12 eləyir. Demək 1, 5, 6 götürəcəm. Digər tərəfdə isə 2, 3, 7 götürəcəm. Gördünüz, həqiqətən də 12 bərabərdir 12 alındı. Demək ki, 4-ü də götürmək olar. Sonra 6 qoyaq X-in yerinə. 6 qoysam, bura alınacaq bizdə 11. Toplayanda 11 eləyən. 6-nı götürmək olmaz. Toplayanda 11. 1, 2, 3 eləyir, 7 olmaz. 1, 3, 7 artıq oldu. 1, 3, 7. Bu bir tərəfə də götürəcəm. 2, 4, 5. Toplayanda hər ikisi də 11 elədi. Demək ki, 6-nı götürə bildim. Başqa da götürə biləcəyim cüt ədəd yoxdur. Bir dənə, yəni məsələn 8 götürmək istəsən, 8-in yoxdur axı sənin. Başqa X-ə verə biləcəyin cüt ədəd yoxdur. 1-dən 7-yə qədərdir. Yəni həm 2, həm 4, həm 6 ödəndi. Birbaşa 2, 4, 6-nı toplamaq istəmədim. Çünki bəlkə hansısa ödəməyəcəkdi. Bəlkə hansısa alınmayacaqdı. Bizə isə deyir ki, rəqəmlərin cəmi çox olsun. Bütün ədədləri götürürəm. 2, 4, 6. Doğru cavabımız eləyir 12. Yəni birbaşa istəmədim də 2, 4, 6-nı toplamaq. Bəlkə hansısa ödəməyəcəkdi. Ona görə məcbur bir yazdım. Son 2 sualımız. 24. Bizə deyir ki, bir iş yerindəki rəngli printer saniyədə 2 səhifə, ağ-qara printer isə saniyədə 3 səhifə çap edir. Uğur bu printerlərdə eyni anda çap işinə başladı. Rəngli printerin ilk 60 səhifəsini çap edib qutardığı anda ağ-qara printerin hələ 60 səhifəsi daha çap etməli idi. Çap işini eyni anda yekunlaşdıran bu printerlərdə cəmi neçə səhifə çap edilmiş olar? Baxaq. Yazıram ki, 1 saniyə ərzində bunlar nə iş görür? 1 saniyə. Birinci rənglini yazaq. R, burada ağ-qara. 1 saniyədə rəngli printer 2 səhifə çap edir. Ağ-qara printer isə 3 səhifə çap edir. Demək ki, ümumi toplasaq, cəmi 1 saniyəyə 5 səhifə çap edirlər. Düzdürmü? Növbəti olaraq. Bizə deyir ki, eyni anda çap işinə başladım. Rəngli printerin ilk 60 səhifəsi çap oldu. 60 səhifənin çap olması üçün neçə saniyə keçməlidir? 60-ı bölürsən 2-yə. Çünki 1 saniyəyə 2 səhifə gedirsə, onda 60 səhifənin çap olması üçün 30 saniyə keçməlidir. 30 saniyə. Onda 30 saniyədə rənglidə 60 çap olundusa, ağ-qarada nə qədər çap olunacaq? 33-ə vurursan 90 dənə. Yəni, cəmi 150 dənə çap olundu. Daha sonra deyir ki, rəngli printer 60 səhifəni çap edib qutardı. Onda ağ-qara printerin hələ 60 səhifəsi daha olmalıydı. Onda ağ-qara printerin hələ 60 səhifəsi daha olmalıdırsa, mənim daha neçə saniyəyə demək ki, ehtiyacım var. Ağ-qara 60 səhifəni çap eləməsi üçün 1 saniyəyə 3 səhifə çap edir. 60 səhifəni çap eləməsi üçün 20 saniyəyə ehtiyacım var. Onda sırf 20 saniyəni tapaq. 20 saniyə ərzində bunlar nə iş görəcək? 20 saniyədə rəngli davam edir çap işinə və 40 səhifə çap edir. Ağ-qara bəs nə qədər çap edir? Həmin o bizə lazım olan 60 səhifəni çap edir. Yəni, cəmi 100 səhifə çapa getdi. Bunu ağla yazaq, görsənsin bu qaranın içində. Cəmi 100 səhifə çapa getdi. Bizə indi lazımdır ki, çap işi bitdi. Onda cəmi nə qədər səhifə çap olundu? Baxın, bizdə nəticə etibarı ilə diqqət eləsəz, ümumi neçə səhifə getdi?
ümumi neçə saniyə getdi? Bax, 30 saniyə ərzində bu iş görüldü. Sonra əlavə 20 saniyə də gəldi. Yəni, ya götürə bilərsiniz ki, ümumi 50 saniyə keçdi. 50 saniyəni birbaşa tapa bilərsiniz. Çünki 30 saniyə bunun 60 səhifəsini çap etməsi üçün getdi. 20 saniyə də əlavə bu 60 səhifəni çap etməsi üçün lazım idi. Ağ-qaranın çap eləməsi üçün. Yəni, ümumi bizə 50 saniyə lazımdır. 1 saniyəyə də cəmi 5-dirsə, onda 50 saniyəyə cəmi 250 olar. Belə də tapa bilərsiniz. Ya da ki, 30 saniyəlik çaplarla 20 saniyəlik çapları toplaya bilərsiniz. O da eləyəcək 250. Eyni şey verir. Ümid edirəm ki, mahiyyəti tam anladınız. 1 saniyəni tapdım. 1 saniyə mütləq deyilməli idi. Şərtdə də verib onsuz. 60 səhifənin rəngini çap etməsi üçün bizə 30 saniyə lazım idi. Bundan sonra əlavə olaraq ağ-qaranın 60 səhifə çap eləməsi üçün 20 saniyə lazım idi. Saniyələri topla, vur və yaxud da ayrı-ayrı topla. İkisi də doğrudur. Sonuncu sualımız. Bunu biraz yaxınlaşdıraq. Baxıram indi 25-ci sualımıza. 25-ci sualımızda bizə deyir ki, aşağıdakı kvadrat şəkildə göstərildiyi kimi 6 müxtəlif düzbucaqlıya bölünüb. Bu 6 düzbucaqlının perimetrləri cəmi 150-dirsə, böyük kvadratın perimetri nə qədərdir? Burada baxıram, görürəm ki, ortaq tərəflər var. Hərflərlə işarələyəcəm və hərflərlə işarələyəndə diqqət edəcəm ki, ortaq tərəfləri eyni hərf verim, çox hərfə getməyim. Gəlin adlandıraq. Buralara qoyuram A. Buraları da qoyuram B. Daha sonra bura qoyuram C, bura qoyuram D, bura qoyuram Y. Onda ümumi burada olacaq bizdə C üstəgəl, D üstəgəl, Y. Belə yazaq. Gəlin onda hesablayaq. Perimetrlərini tapanda, məsələn, bunun perimetri, belə deyək, ayrı-ayrı fiqurların perimetrini tapanda bu tərəf və bu tərəf hərəsindən bir dəfə burada toplayıram, bir dəfə də burada toplayıram. Yəni, 2 dəfə C üstəgəl, D üstəgəl, Y-ni buradan toplayacam. 2 dəfə də buranı tapanda toplayacam, burayla buranı. Düzdür? Çünki ayrı-ayrı bu hissə ortaq olmağına baxmayaraq, bu tərəfin ayrı perimetridir, buranın da ayrı perimetridir. Ona görə C üstəgəl, D üstəgəl, Y-ni 4 dəfə toplayacam. Bizdə də bu kvadratda axı, demək C üstəgəl, D üstəgəl, Y bizdə A üstəgəl B-yə bərabərdir. Kvadratların tərəfləri bərabərdir, axı bura bərabərdir. Mən indi 4 dəfə C üstəgəl, D üstəgəl, Y-ni toplayıram. Görə bəs A üstəgəl B neçə dəfə toplanır? Baxın, bunun tərəfləri A ilə, belə deyək, A ilə C ilə B-ni götürmüşük. A ilə B-lərə baxırıq sırf. Bunun tərəfində 2 dənə A var. Bunun tərəfində 2 dənə A var. Bunun tərəfində də 2 dənə A var. 6 dənə A burada. Burada 2B var. Burada da 2B var. Burada da 2B var. 2 dənə B dediyim, məsələn, bura ilə bura birinci. Sonra bura ilə bura ikinci. Və bura ilə bura da üçüncü. Yəni, ümumi 6 dənə oldu bizdə B. 6 dənə də A. Ona görə yazıram 6 dənə A, 6 dənə də B. Toplayanı 150 eləməlidir. Az əvvəl demədik ki, C üstəgəl, D üstəgəl, Y, A üstəgəl B-dir. Demək, 4 dənə A üstəgəl B burada var, 6 dənə də A üstəgəl B burada var. Ümumi eləyəcək 10 dənə A üstəgəl, 10 dənə B. 150-dir. Demək, A üstəgəlimizin B-miz olacaq 15. Bizə lazımdır böyük kvadrat, yəni A üstəgəl D lazımdır. Baxın bu. Ya, yox, üzr istəyirəm, böyük kvadrat, bizə bütöv kvadrat lazımdır bu. Bunun da perimetri necə tapılır? A üstəgəl B-ni vurmaq lazımdır 4-ə. Çünki kvadratın perimetri tərəfi 4-ə vurmaqla tapılır. Bunun tərəfi də A üstəgəl B deyil, 4-ə vururam. 15-i də 4-ə vuranda doğru cavabımız edir 60. Yəni doğru cavabımız olacaq C variantı. 25 biraz keşməkeşli sual idi. Əlhəmdülillah, bütün suallarımızın izahını bitirdik. Ümid edirəm ki, hər bir şey sizə aydındır. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.